Qlobal kataklizmlərin yaşandığı güc mərkəzləri arasında qarşıdurmanın dərinləşərək kəskin hal aldığı, təhlükəsizlik amilinin dövlətlər üçün bir nömrəli prioritetə çevrildiyi dövrdə Azərbaycan milli maraqları təmin edən çoxvektorlu müstəqil xarici siyasəti ilə diqqət mərkəzindədir. Qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən və etibarlı tərəfdaşlığı ön planda tutan bu siyasət mövcud geosiyasi şəraitdə qlobal təhlükəsizlik üçün mühüm məzmun və əhəmiyyət kəsb edir. Bəs rəsmi Bakı qlobal güc mərkəzləri ilə eyni zamanda və eyni şərtlərlə əməkdaşlığı necə təmin edir? Yaxud müttəfiq hesab olunan dövlətlərin bir-birinə üz çevirdiyi, siyasi və hərbi birliklərin əhəmiyyətinin sorğulandığı, beynəlxalq hüququn gücə məğlub olduğu, bütövlükdə qlobal nizamın təməllərinin sarsıldığı dövrdə Azərbaycan etibarlı tərəfdaş statuslu dövlətə necə çevrilir? Bir çox hallarda dövlətlər müxtəlif güc mərkəzlərinin diktəsi ilə tərəf seçməyə məcbur edilir. Qəbul etmədikdə isə müxtəlif təzyiqlərə məruz qalırlar. Azərbaycan azsaylı ölkələrdəndir ki, hətta işğala məruz qaldığı illər daxil olmaqla diktə siyasətini əsla qəbul etməyərək bərabər hüquqlu, milli maraqları ən yüksək səviyyədə təmin edən əməkdaşlıq formatı müəyyən edib. Şübhəsiz, burada vacib amillərdən biri bu siyasətin ardıcıllığını təmin və inkişaf etdirməkdir. Dünyada yaşananlara diqqət etdikdə bu siyasətin nə qədər çətin, böyük əmək və resurs tələb etdiyini aydın görə, vacibliyini anlaya bilirik. Azərbaycan güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq edərək qlobal sülh və təhlükəsizliyə mühüm töhfələr verən azsaylı ölkələrdəndir. Bu güc mərkəzləri ilə əməkdaşlığa ayrı-ayrılıqda baxdıqda vahid amala xidmət edən müxtəlif istiqamətlər görə bilərik. Enerji sahəsində Azərbaycanın artan rolu Avrasiyada strateji əhəmiyyət daşıyır. Cənub qaz dəhlizi vasitəsilə Azərbaycan təbii qazının Avropa bazarlarına fasiləsiz çatdırılması qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropada enerji təhlükəsizliyi aktuallaşıb və Azərbaycan etibarlı təchizatçı ölkə kimi ön plana çıxıb. Bununla yanaşı Avropa İttifaqı ilə əməkdaşlıq yalnız qaz təchizatı ilə məhdudlaşmır. Yaşıl enerji gündəminə uyğun olaraq Xəzərdən Avropaya yaşıl elektrik ixracını nəzərdə tutan Qara Dəniz üzrə kabel layihəsi və bərpa olunan enerji sahəsində əməkdaşlıq Azərbaycanın uzunmüddətli perspektivdə yaşıl enerji üzrə vacib tərəfdaşına çevriləcəyini göstərir. Enerji sahəsindəki uğurlar Azərbaycanın nəqliyyat logistika imkanlarını da gücləndirir. Orta dəhliz marşrutu Avropanın Çinlə quru bağlantılarında mühüm alternativ olaraq strateji əhəmiyyət qazanır. Bu, Azərbaycanın regional tranzit qovşağı kimi rolunu daha da möhkəmləndirir. Bakı yalnız enerji tərəfdaşı deyil, həm də Cənubi Qafqazda geosiyasi tarazlığın qorunmasında mühüm aktordur. Qonşu ölkələrlə münasibətlər də Azərbaycanın çoxvektorlu diplomatiyasının tərkib hissəsidir. Prezident İlham Əliyevin cari ilin aprelin 6-sında Gürcüstana dövlət səfəri regional sülh və təhlükəsizliyə töhfə, enerji, nəqliyyat, logistika və orta dəhliz üzrə koordinasiyanın gücləndirilməsi baxımından önəmli addım oldu. Çünki perspektivdə Cənubi Qafqaz əməkdaşlıq formatına Ermənistanın da qoşulması mümkün görünür. Bu, regionda iqtisadi inteqrasiyanın dərinləşməsinə və davamlı sülhün əldə olunmasına şərait yarada bilər. Nəticə etibarilə Azərbaycanın təşəbbüsləri qonşu ölkələri inklüziv və çoxtərəfli əməkdaşlıq modelinə cəlb etməklə Qafqazın yeni geosiyasi modelə keçidinə töhfə verə bilər. Bu siyasət daha geniş çoxtərəfli platformalarda da davam etdirilir. Xüsusilə Türk Dövlətləri Təşkilatı regionda inteqrasiyanın sürətlənməsi və yeni geosiyasi imkanların formalaşmasında mühüm rol oynayır. Təşkilat artıq yalnız mədəni və tarixi bağlara əsaslanan platforma deyil, eyni zamanda iqtisadi, nəqliyyat və geosiyasi əməkdaşlıq məkanına çevrilib. Orta dəhliz layihəsi üzrə üzv dövlətlər arasında əlaqələrin genişlənməsi Türk Dövlətləri Təşkilatının qlobal gücə çevrilməsinə yeni imkanlar yaradır. Azərbaycan isə bu əməkdaşlığın mərkəzində dayanaraq enerji resursları, tranzit imkanları və diplomatik çevikliyi ilə təşkilatın inkişafına mühüm töhfə verir.
Ümumilikdə bütün bu reallıqlar milli maraqları təmin edən uğurlu dövlət siyasəti və müdrik lider amili ilə bağlıdır. Bu sayədə Azərbaycan mövqelərini möhkəmləndirərək həm regional lider, həm də beynəlxalq sistemdə etibarlı və proqnozlaşdırılan geostrateji aktor kimi ön plana çıxır.